divanı var. Stol qoyub oturmağa. Yerdən 10 daş, 12 daşlı kürsülüdür, hündür ev. Girişdə belə bir zaldır. Bəzi xırda əşyalar götürülə bilər, televizor, xaladenik kimi. O da danışıqdan asılıdır. Cütdaş evdir, 3 metr tavan hündürlüyüdür, kondisioner var. Bax, buradan zaldan qapı var, təzədən balkona çıxmağa bax. Buradan göstərim. Bax, buradan çıxırsan, həyətdən oradan başın tərəfə baxırsan, neynirsən, hava alırsan. Şəhərin mərkəzindədir. Kirayə üçün də yararlıdır, yaşamaq üçün də vəbşi ideal bir şeydir. Çox möhkəm, alt-üst kəmərlə tikilmiş evdir, qapılar da hündür, 2.40. Frammuqalı qapılardır. Mətbəx hissəsidir, əşyalar var, hər şey yerində, hər şey qaydasında. Cütqat plastik pəncərələr, necə lazımdırsa. Yerlər, bu isə parketdir. Var, geniş hamam otağıdır. İki yataq otağı var, bir zaldır, mətbəx, hamam, tualet, belə bir formadadır, 6 sotda. Otaqlar çox böyük, yəni bu otaq 5'in 5'e otaqdır, 5 yarımın bəlkə də 5 yarıma böyük otaqlarda çox rahat bir həyət evidir. Bu da ikinci otaqdır. Yekə böyük, zal boyda otaqlarda 2 dənə, yerlər parket, yenə deyirəm. Bütün sənədləri qaydasındadır, evin kubcası, torpağın çıxarışı. Yəni kombili hazır vəziyyətdə evdir şəhərin mərkəzində. 138.000 manata deməli, ətrafında olan marketlər, tanınmış marketlərdir, idarələrdir, məktəblərdir, 5 nömrəli məktəbdir, 3 nömrəli məktəbdir. Hamısına yaxın ərazidədir, piyada məsafədədir. Ciddi şəxslər bizlə əlaqə saxlasın, ətraflı məlumat verək.